Salam, 5-ci sinif Azərbaycan tarixindən 32-ci dərsimizə keçirək. Dərs 32. Qarabağda quruculuq. Vətən müharibəsi dövründə ərazilərimizi bir-birinin ardınca azad edən Azərbaycan ordusu üzücü və dəhşətli mənzərə ilə qarşılaşdı. Şəhərlərimiz, qəsəbə və kəndlərimiz düşmən tərəfindən dağıdılmış, viran qoyulmuşdu. Elə yaşayış məntəqələri var idi ki, evlərin yalnız bünövrəsi qalmışdı. Azğın düşmən üçün müqəddəs heç nə yox imiş. Onlar Azərbaycanlılara məxsus qəbristanlıqları belə dağıtmaqdan çəkinməmiş, hətta qəbir daşlarını sökərək küçələrə döşəmişdilər. Məscidlərimizin əksəriyyəti ya dağıdılmış, ya da donuz saxlamaq üçün istifadə edilmişdi. Qədim tarixə malik abidələrimizin bir çoxu yer üzündən silinmişdi. Müharibədən sonra Füzuliyə səfər edən Ali Baş Komandan İlham Əliyev çıxışında bu vəhşi işləri xüsusi vurğulamışdır. Bu gün Füzulidə olarkən hər kəs erməni vəhşiliyinin təzahürlərini görür. Çünki Füzuli ən çox dağıntılara məruz qalmış rayondur. Bir dənə salamat kənd yoxdur, bir dənə salamat bina yoxdur. Füzuli şəhəri tamamilə yerlə yeksan edilib. Siz yaxşı xatırlayırsınız. Azərbaycan xalqı yaxşı xatırlayır. Füzuli azad olunandan sonra bir bina tapılmadı ki, biz oraya bayrağımızı sancaq. Bayrağımız hərbi hissənin həyətində dirəşdə qaldırılmışdı. Buraya gələn hər bir insan erməni vəhşiliyini, erməni vandallığını görür və bunu artıq heç kim inkar edə bilməz. Bilirsinizmi? Vandallar qədim Alman tayfalarından birinin adıdır. Onlar 455-ci ildə qədim Roma şəhərini işğal edərkən şəhərdəki mədəniyyət abidələrini vəhşicəsinə dağıtmışdılar. Möhtəşəm binalar, heykəllər dağıdılmış, rəsm əsərləri və kitablar yandırılmışdı. Buna görə də mədəniyyət abidələrinin vəhşicəsinə məhv edilməsi vandalizm adlandırılır. Bunu bilmək maraqlıdır. Vətən müharibəsinə qədər ermənilər özlərini dünyaya ən mədəni, ən humanist xalq kimi təqdim edirdilər. Müharibə başa çatandan sonra işğaldan azad edilən ərazilərə beynəlxalq təşkilatların və xarici jurnalistlərin səfərləri təşkil edildi. Onlar gördükləri dağıntılardan dəhşətə gəlmişdilər. Hətta jurnalistlərdən biri dağıdılmış Ağdamı Qafqazın Hirosiması adlandırmışdır. Hirosima, Yaponiyada şəhərdir. İkinci Dünya müharibəsi zamanı atom bombası atılması nəticəsində xarabalıqlara dönmüşdür. Sosial şəbəkələrdə məşhur olan erməni blogerlərindən biri Qarabağdakı qondarma rejimin üzvlərinə xitabən belə yazmışdı. Bugün yaşayış məntəqələrindəki dağıntıları görən xarici jurnalistlərin tutqun simalarına baxın. Jurnalistlər söz tapa bilmirlər. Bu vəhşiliyə kim icazə verib? Bu şəhərlər, abidələr, müqəddəs yerlər, adi binalar kimə nə idi baxı? Siz niyə bunları bünövrəsinə qədər məhv etmişsiniz? Biz indi dünyaya nə deyəcəyik? Müharibə başa çatandan sonra dağıdılmış ərazilərin bərpa edilməsi üçün xüsusi dövlət proqramı qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradıldı. Qarabağ və ətraf ərazilərdə geniş quruculuq işlərinə başlanıldı. Bu işləri həyata keçirmək elə də asan deyildi. Ərazilərimiz minalanmışdı. Düşmən isə minalanmış ərazilərin xəritəsini vermək istəmirdi. Təsadüfi deyil ki, müharibədən sonra işğaldan azad edilmiş ərazilərdə onlarla Azərbaycan vətəndaşı minaya düşərək həyatını itirmişdir. Bütün bu çətinliklərə baxmayaraq, quruculuq işləri böyük vüsətlə davam etdirilir. Dövlətimiz çalışır ki, yurt yuvalarından qovulmuş Azərbaycan vətəndaşları tez bir zamanda öz doğma yerlərinə qayıtsın. Böyük qayıdışın iç qaranquşu, Ağalı. İşğaldan azad edilən ərazilərə qayıdış Zəngilan rayonunun Ağalı kəndindən başlandı. Ağalıda qısa müddət ərzində ağıllı kənd layihəsi çərçivəsində ən müasir tələblərə cavab verən böyük kənd salınmışdır. Bunu bilmək maraqlıdır. Dünyada informasiya-kommunikasiya texnologiyalarının, yəni İKT-nin sürətli inkişafı özü ilə müxtəlif yenilişlər gətirmişdir. Bu yeniliklərdən biri də ağıllı kənd layihəsi hesab olunur.
Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə işğaldan azad edilmiş ərazilərdə tikinti və bərpa işləri ağıllı kənd layihəsi əsasında həyata keçirilir. Bu layihə insanların gündəlik həyatını asanlaşdırmaq üçün İKT-nin imkanlarından istifadəni nəzərdə tutur. Onun tətbiqi rəsmi qurumların yerli sakinlərlə birbaşa əlaqə qurmasına, kənddə baş verənlərin və kəndin necə inkişaf etdiyinin izləməsinə imkan verir. Ağıllı kəndin sakinləri hökumət orqanları ilə tez və rahat əlaqə qururlar. Bunun üçün harasa getməyə ehtiyac olmur. Ağıllı kəndlərdə toplanan məlumatlar kənddə baş verən problemləri vaxtında aşkar etməyə, onların tez və qısa zamanda həll edilməsinə kömək edir. Dövlətimiz işğaldan azad edilən ərazilərin bərpası üçün milyardlarla vəsait ayırır. Quruculuq işləri çox sürətlə davam etdirilir. Qısa müddətdə Füzuli və Zəncilanda böyük təyyarə limanları inşa olundu, yeni yollar çəkildi. Bu yollardan biri də Şuşa şəhərinə aparan Zəfər yoludur. Maraqlıdır ki, bu yol qəhrəman əsgərlərimizin Şuşaya hücumu zamanı keçdiyi marşrut üzrə çəkilmişdir. Laçında, Kəlbəcərdə çaylar üzərində qurulmuş su elektrik stansiyaları fəaliyyətə başlamışdır. Şuşa şəhərində də geniş quruculuq işləri aparılır. Azad edilmiş ərazilərdə yeni qəsəbələr salınır, kəndlər abadlaşdırılır. Qarabağ və ətraf ərazilərdən qovulan məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Artıq Zəngilan, Laçın və Füzuli rayonlarında bir qrup əhali məskunlaşmışdır. Qayıdış mərhələ-mərhələ həyata keçirilir. Düşmənin əli ilə xarabazara çevrilən vətən torpaqlarında həyat yenidən canlanır. Bəli, indi isə keçirik sualımıza. Nə üçün erməni millətçiləri işğal etdikləri Azərbaycan torpaqlarında xalqımıza məxsus abidələri dağıdır, hər yerdən izlərimizi silməyə çalışırdılar? Erməni millətçiləri işğal etdikləri Azərbaycan torpaqlarında mədəni irsimizi məhv edərək tarixi izləri silməyə, bölgənin qədim erməni torpağı olması barədə yalançı iddialarını əsaslandırmağa çalışırdılar. Bu siyasət Azərbaycan xalqının tarixi köklərini və mədəniyyətini yerli əhalidən uzaqlaşdırmaq üçün aparılan məqsədyönlü etnik təmizləmə və erməniləşdirmə vandalizmi idi. Yəni qısa olaraq desək, məqsəd bu ərazilərin Azərbaycan türklərinə məxsus olduğunu təsdiq edən tarixi sübutları yox etmək və dünya ictimaiyyətini bu torpaqların güya qədimdən ermənilərə aid olduğuna inandırmaq idi. Bəli, bu qədər. 33-cü dərsi öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.